Xəbər verdiyimiz kimi İdraç liseyində müəllimin güllələnməsində ittiham olunaraq həbs edilən yeniyetmə atası Samir Şirinovun cinayət işi üzrə şahid qismində ifadə verib. Telegrafın xəbərinə görə yeniyetmə həmin ifadəsində bildirib ki, silahı ilk dəfə Bakıya təzə köçəndə polis əməkdaşları tərəfindən silaha baxış keçirilərkən görüb. O qeyd edib ki, silahın qoyulduğu yer isə yeni il tədbirinə hazırlaşanda atasında qalstuk istəyərkən qardırob otağında qutuların arxasında gözünə dəyib. Evdə hamının başı bacımın nişan mərasiminə qarışdığı bir vaxtda təsadüfən qardırob otağına açıq olduğunu gördüm və silahı götürərək sinif yoldaşıma göstərmək fikrinə düşdüm. Çünki həmin vaxt xatırladım ki, bir dəfə sinif yoldaşlarımla danışanda evdə silahlarımız olduğunu desəm də mənə inanmadılar. Mən də silahı götürüb şəklini və videolarını çəkdim, sinif yoldaşlarıma göndərdim. Onlar mənə inanmadılar. Elə bildilər ki, oyuncaq silahdır deyə o ifadəsində göstərib. Yeniyetmənin sözlərinə görə silahı yerinə qoymaq istəyəndə qardırob otağının bağlı olduğunu görüb, bu səbəbdən məcbur qalıb silahı öz otağına aparıb. Fikirləşdim, silahı harada gizlədim ki, sonra yerinə qaytara bilim. Silahı qardaşımın idman çantasına qoydum. Düşündüm ki, qardaşım idmana gedəndə çantada silahı görər və bu barədə valideynlərimizə məlumat verir. Onlar da məni danlayıb silahı alaraq yerinə qoyarlar. Lakin bu niyyətim baş tutmadı deyə yeniyetmə ifadəsində göstərib. Təqsirləndirilən şəxsin sözlərinə görə sabahı gün səhər tezdən oyananda özü qəsdən evdə bərk gəzib ki, kimsə səsə gələrək idman çantasına baxsın. Bununla silahı çantadan olması aşkara çıxsın və onu məndən götürsünlər. Səhərə kimi həyəcandan yata bilmədim. Səhər tezdən yuxudan duraraq evdə səs-küy saldım. Lakin nə atam, nə də anam yuxudan durdu. Arzu etdim ki, kimsə mənə mane olsun. Amma mənə heç kim mane olmadı. Beləcə çantanı özümlə apardım. Lakin bu hərəkəti nə üçün etdiyimi, niyə etdiyimi bilmədim deyə yeniyetmə ifadəsində göstərib. Yeniyetmə deyib ki, müəllimi onunla yaxşı rəftar etməyib. Sən heç nə bilmirsən, sənin gələcəyin yoxdur kimi ifadələr işlədib. Düşünürəm ki, bəlkə də elə onu qorxutmaq üçün silahdan istifadə etmişəm deyə yeniyetmə ifadəsinə belə yekun vurub. Zərər çəkmiş müəllim Şahla Kamilova isə ifadəsində göstərib ki, təqsirləndirilən şəxsin silahı hansı şəraitdə saxlanması haqqında məlumatı olmayıb. Şagirdim olmuş şəxsin belə bir hərəkət edəcəyini ağlıma belə gətirməmişəm. Bu vaxta qədər ondan özümə qarşı heç bir aqressiv hərəkət görməmişəm, belə bir hərəkətini isə ümumiyyətlə gözləməmişəm deyə müəllim ifadəsində göstərib. Zərər çəkmiş şəxs ona verilən sualların cavabında bildirib ki, hadisə anidən baş verib. Mən şagirdi ümumiyyətlə görməmişəm. Əvvəlcə heç nə başa düşmədim. Mənə hətta elə gəldi ki, təzyiqim aşağı düşür. Sonra boynumun arxasından isti nəsə axdığını, uşaqların şagirdin elədiyini dediklərini eşitdim və köməyə adam çağırılmasını xahiş etdim. Boyun nahiyəmdən xəsarət almışam deyə müəllim ifadəsinə əlavə edib. Sonunda zərər çəkmiş şəxs qismdə tanınan şəxs təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayəti olmadığını deyib. Qeyd edək ki, həm şagird, həm də müəllim bu ifadələrini Binəqədi rayon məhkəməsində keçirilən prosesdə ifadə veriblər. Həmin proses təqsirləndirilən yeniyetmə şagirdin atası Samir Şirinovun məhkəməsində olubdur. Belə ki, Samir Şirinov silahla bağlı mühakimə edilib və onun barəsində Binəqədi rayon məhkəməsi
bu ilin iyulunda hökm elan edilib. Binəqədi rayon məhkəməsinin hökmü ilə Samir Şirinovova aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 2 il müddətə islah işləri cəzası təyin edilib. Təqsirlənən şəxsin təyin olunmuş islah işləri cəzasının iş yeri üzrə çəkməsi və cəzasının çəkilmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmaqla aparıldığı vaxtdan hesablanması qərara alınıb. Təqsirlənilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qəti imkan tədbiri hökm qanunu qüvvəsinə minənəcə dəyişdirilmədən saxlanılıb. Hökmün icrası təqsirlənən şəxsin yaşayış yeri üzrə icra qurumuna həvalə edilib, işdə olan silah isə müvafiq qərarla maddi sübut kimi tanınıb və Daxili İşlər Nazirliyinin silah ambarında saxlanılması nəzərə alınıb. Qeyd edək ki, Samir Şirinovun oğlu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttihama görə müəllim Şəhla Kamilova şagirdə dərsi bilmədiyi üçün irad bildirib, şagird iradı özünə hörmətsizlik kimi qəbul edib, daha sonra Yeniyetmə Rəsulzadə qəsəbəsindəki evlərindən atası Samir Şirinov tərəfindən gizlədilən ov tüfəngini və patron darağını özü otağına aparıb, patronun darağı yerləşdirib və tüfəngi çantasında gizlədib. O tüfəngi gözətçinin çantalara baxmadığı üçün rahatlıqla listəyə keçirə bilib, daha sonra odlu silahı atəşə hazır vəziyyətə gətirib və müəllim Şəhla Kamilovanın olduğu otağa girərək atəş açdıqdan sonra oranı tərk edib. Xatırladaq ki, hadisə bu ilin fevralın 6-sında paytaxtın Binəqədi rayonunda yerləşən İdrak liseyində baş verib. Baş prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Faktla bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2920.1-ci qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılıb.